Allah'ın iki sözü var. Biri budur ki, behişti tanıtdırır. Behiştdə nələr var? Biri də budur ki, mümin insan necə yaşamalıdır? Behişt barəsində buyurur. Behiştdə heç bir müşkül yoxdur. Behiştdə əsla kin yoxdur, qəzəb yoxdur, düşmənçilik yoxdur. Həşr surəsində buyurur. Müminlər Allah'tan bunu istəyirlər. İlahi, bizim qəlbimizdə iman gətirən kəslərə qarşı kin qərar vermə. Yaxşı, bu az bir neymət deyil. Yəni biz istəyirik ki, behiştdəki kimi yaşayaq. Biz istəyirik ki, şəhərimizi behişt edək. Artıq ardıcıl məhkəmələrə gedib şikayət etməklə alınmır. O ki, bizə hər sözdən əvvəl Bismillah deyin deyirlər, yəni nə? Bunun iki mesajı var. Əlbəttə, Allahın adını zikr etməyin savabı var. Amma bu bir qarantiyadır. İnsan hər dəfə danışmaq istəyəndə əgər Bismillah desə, bu artıq bir qarantiyadır. Bu söz ya vacibdir, ya da müstəhəb. Daha söyüş, pis sözlər, qeybət və bunun kimi sözlər deyil. Ola bilməz ki, insan pis söz danışsın və əvvəlində Bismillah desin. Bu bir yoldur, hansı ki bizə nişan veriblər. Bir yerə getmək istəyəndə, bir söz danışmaq istəyəndə, yemək yemək istəyəndə, ticarət etmək istəyəndə, əvvəl dodaqaltı Bismillah deyin. Bizə göstəriş verilib ki, Bismillah qarantiyadır. Gərək bizim hamımız ya vacib iş görək, ya da müstəhəb.